Real Madrid halal. Hər bizi salamlayırıq dostlarım, deyirik ki, işləriniz qaydasındadır. Adət ənənəyə sadiq qalaraq hər həftə siz, biz hamımız buradayıq. Çünki burada Halal Madrid verilişidir. Halal Madrid verilişi isə birbaşa bağlıdır kimə? Peña Blancas YouTube kanalına. Peña Blancas isə nədir? Bizim ölkəmizdə Real Madridin rəsmi fan klubudur. İndidən deyirəm, üzr istəyirəm səsimə görə, artıq növbəti aydır və ayın sonudur. Bu isə o deməkdir ki, ənənəyə əsasən mən biraz xəstələnməliyəm və ondan sonra Lətif növbəti buraxış xəstələnir, iki buraxış sonra isə Fərman burada danışacaq. Nəzərə alsaq ki, sənin ən sevdiyin futbolçu Alabada sən artıq xəstəsən. Madəm ki, mən artıq Lətif dedim, Fərman dedim, gəlin yüngülvarıcı yazı salıb ki, bu şəxs elə belə şəxs deyil. Bu şəxs həm bizim Telegram kanalımızın adminidir, həm idarətimizin üzvüdür, həm də Lətifdir. Həm də Vinicius fanatıdır. Vinicius isə dünən bəxti gətirmədi. Ümid edirəm ki, Lətifdə belə problem olmayacaq heç vaxt. Hər vaxtınız xeyir olsun. Fərman da elə belə oğlan deyil. Bir neçə oyuncusunu artıq Real Madridə təklif edib və təəssüf olsun ki, hələ ki Florentino Perez Fərmana yox deyir, amma gələcəkdə Alaba ilə Mastantuono dəyişmək fikrindədir. Gönə Madridistamız və bizim fan klubumuzun üzvü. Hamı salamlayıram. Mən çox xoşbəxtəm. Bax, bu 4 dənə qol vurdu dünən. Ona görə də demək olar ki, yəni faktiki olaraq mənim favorit oyunçumun şotuna 3 xal qazandıq, amma nə isə, daha onu deməyim. Çünki digər favorit oyunçum torba tikməkdə başqa işlərlə məşğul olmur. Biri qol vurur, o birisi bu torba tikir. Bizdə kombinasiya yaxşıdır. Nə isə, uşaqlar, biz bugün danışacağıq 2 dənə möhtəşəm oyundan ki, bu möhtəşəm 2 dənə oyun ərzində biz nə az da çox düz 5 dənə qol buraxdıq. Allah razı olsun bizdən. Son dəfə 5 qolu biz bir oyunda buraxmışdıq. O da El Clasico'da Barcelona ilə. Barcelona da çox gol buraxmaq adətdir. Oh, come on boys. O qədər belə darmadağınlar olur ki, öyrəşən biləm, çatdıran biləm qaqa. Burada 5 dənə buraxır, 3 həftə sonra o birisindən 5 dənə buraxır. Nəysə, burada tək oyun olmadı, cəm şəkildə 5 dənə qol oldu. İlk öncə başlayaq Elche Real Madrid maçından. Bir neçə məqam var idi oyundan qabaq. İlk öncə ondan başlayaq ki, Elche baş məşqçisi o vaxtı yadınızdadırsa Çoban Kikiseçiyen var idi Barcelona'nın sükanın arxasında. Çox sakit mujik idi. Arxasında da bir dənə yadınızdadırsa bir də sırtıq maçalqa var idi. Anqırırdı, Benzema üstə söyürdü o zat. Suarez kimi gəlir söyürdü. Özüklərdə, çuşoyları, hər kəs söyürdü qarşı. Bax, o qarşı ifritə mujik hal-hazırda oldu. Elche'nin baş məşqçisi və Elche çox yaxşı gedir. Elche, belə deyim də, İngiltərə Premier Liqasına dönürsək, elə bir ki, La Liqanın Bournemouth'unda, yəni belə çox pressingli, çox maraqlı bir oyun oynayır və bizə də çox vaxtı deyirlər ki, belə komandalara qarşı problem yaşayırıq. Nəysə, faktiki yaşadıq da elə çıxır. Faktiki yaşadıq, 2-2 hesabı ilə yekunlaşdı oyun və oyun haqqında fikirləriniz maraqlıdır. Sizcə, Lətif bəy? Artıq burada deyə bilməyəcəksə də 18-ci yer. Komanda onluqda deyir. Yox, sadəcə olaraq biz ötən podkastda mən xatırlayıram ki, biz oyunlar haqqında, Elche oyununun haqqında fikirlərimiz sənin biri idi, Abdul. Biz ağır oyun olacağını gözləyirdik. %100. Mən gözləmirdim. Fərman rahat qələbə gözləyirdi. Biz rahat qələbə, ona görə nəsə deyəcəkdim. Heç. Biz rahat qələbə ümumiyyətlə bu mövsüm mən xatırlamıram hansı oyunda rahat qələbə qazandı. Maksimum biz rahat market ola bilərik qardaşım. Rahat qələbə ilə biz. Yəni rahat qələbə bizdə, yəni elə bir anlayış bizdə son bu mövsüm ən azından elə bir anlayış yoxdur hələ ki. Bundan sonra ümid edirik, bundan sonraki oyunlarda bu olar. Sadəcə olaraq mən çox düzdür, həddindən artıq qol epizodları yenə qapımızda çox buraxdıq hər iki oyunda. İndi ikinci oyuna birazdan gələcək, elə ki Elche oyundayıq. Qapımız qarşısında qol epizodları çox yarandı, amma pessimist yanaşmaq istəmirəm bir yandan da, çünki müdafiə xəttimizdə son həftələrdə problemlər yenə üzə çıxmağa başlayır. Höysun da sıradan çıxdı. Yəni buna görə 2-2 olmamalı idi. Biz təbii ki qələbə gözləyirdik, amma ki əslində məlumiyyət olmalıdır, onunla başlayaq. Bəli. Əslində bəlkə də 3 xal Elche itirdi. Çünki Elche 2 xal Elche 3 xala daha layiqli oyun oynadı. İkinci hissədə. Start heyətdə maraqlı məqamlardan. Birinci hissədə deməzdim, üzr istəyirəm, kimi tamamladım. Birinci hissədə deməzdim, çünki birinci hissədə bizim qol epizodlarımız daha çox oldu. Sadəcə yaralana bilmədiyi Mbappe 1-2 epizodda 100%li qol epizodlarına qaçırtdı. Belə, buyur. Nəzərə alsaq ki, Tchouaméni
zədəli idi. Rüdiger, Alaba, Alaba çox da böyük zədə sayılmır. Militao. Bizdə mərkəzdə Höysen və Asensio müdafiə ikilisi çıxdı. Cinahlarda isə Carreras və Trent. Bir məqam məni narahat elədi. Kısaca, keçən podkastda dediyimiz kimi, bu yetimçə 3-4-3-ə keçəndən sonra nəsə düzəlməli idi. Və biz deyirdik ki, niyə nə vaxt keçəcək bu 3-4-3-ə? 3-4-3-ə keçdi, zibili çıxdı. Amma 3-4-3-ə keçdi, niyə zibili çıxdı? Çünki okey, Carreras hardasa mərkəzi müdafiəçisi oynaya bilər. Biz Olympiakosla oyunda müzakirə edəcəyik. Adam yəni 2 oyunun ikisində də mərkəzi müdafiəçisi çıxdı. Bir dəfə 3-lükdə, bir dəfə 2-lükdə. Solda sən Fran Garcia oynayandan sonra nə bilim, düzdür, Raul Asensio'yu söyləmək istəmirəm, amma Raul Asensio ütüdür də, yəni bildiyi, ütüdür də bu adamda. Yəni adamın bir dənə funksiyası, müasir ütü yoxdur, köhnə Sovet dövründə ütüləri olur. Yəni qardaşın bir funksiyası var, ütüləmək. İndiki ütülər bilirsən də, az qala qabla yuyur da, yəni parı çıxardır, belə eləyir, belə eləyə bilərsən, belə ütüləyə bilərsən. Bu klassik, artıq klassik sayılan, yəni müasir müdafiəçidir. Qaqam ütüdür köhnələrdən, prosto müdafiəçidir, prosto bacarır top almaq. Prosto, yəni okey, komandada belə bir şəxs olmalıdır. Biz bunu başa düşürük. Komandada ehtiyat oyunçularda belə bir şəxs olmalıdır. Okey. Amma start heyətdə belə oyunçular çıxanda, Fran Garcia kimi, Raul Asensio kimi, sən başa düşürsən ki, bunlar niyə ehtiyatda otururlar? Yəni mən okeydir, biz hardasa qınaya bilərik Xabi Alonso ki, onu çıxarmırsan, bunu çıxarmırsan. Mən qınayıram. Gonzalonu çıxarmırsan, görmürük onu, az görürük. Endrik'i çıxarmırsan. Okey, mən Endrik'dən xoşum gəlmir. Amma baxım görün nə bacar. Bəlkə bu çıxacaq xətriklə eləyəcək bu gələ. Oynatsaydı görərdik, amma oynatmır. Amma belə situasiyalarda məsəl üçün də Endrik'dən Gonzalo Savay, məsəl üçün Raul Asensio gibi və başa düşürəm ki, niyə görə bu start heyətdə deyil. Çünki o normal belə deyək, vermir. Effekt vermir komanda rəqiblərin öz komandasına. Uşaqlar, maşına GPS bir də video registrator qoşmaq istəyirəm. Hara məsləhət görərsiniz? Abi yollar aplikasiyası var. Mən ümumiyyətlə velosiped sürürəm, amma sürənlər deyir ki, yollar aplikasiyası yaxşıdır. Gözəl xidmət və keyfiyyətli məhsullardan savayı onların 30 dekabra qədər yeni illə bağlı bir aksiyası var. 10 dənə video registrator qazanacaq, 10 dənə onların müştərisi, izləyicisi. Bunun üçün onların Instagramına abunə olmaq lazımdır. Direktinə öz mobil nömrəni göndərsən və maşının nömrəsini göndərsən və o həmin 10 nəfərdən biri sən ola bilərsən. Okey, niyə də yox? Onu görərsən yükləyərəm. Ona görə atamın maşının nömrəsini çəkib onu göndərəm. Başqa oyun. Velosipedin nömrəsi var? Yox. Hə, ona görə də yəni fikirləşirəm ki, bu oyunçuların olmamaq, bu trend, gospodi, trend. Mən özü keçən buraxılışda deyirdim ki, trend 3-4-3-də, 3-5-2-də daha potensialı yaxşı göstərir, çünki daha az müdafiə olunmağa ehtiyac duyur da. Çünki daha çox işi qabaq dal işləməkdir. Adam da dal qabaq işləyə bilir, adam da müdafiə normal oynayır. Biraz Olympiakos oyunda gözümə dəydi, amma Elçin oyunda biabırçılıq idi. Yəni qolların biri də Elçinin vurulmasının səbəbi elə trend idi. Elçin, indi mən deyirsiniz ki, və Fərman deyir ki, əslində asan olmalı idi. Statusa görə, kağızda görə, oyuna görə də asan olun. Nəyə görə? Çünki mən öyrəşmişəm ki, Real belə klubları udur. Elçidir. Məsələn, 1-2 il bundan əvvəl Girona var idi. Hansı ki, Barcelona'nı utdu, Atletico Madridlə 3-cü yer tutdu. 3-cü yer tutdu. Amma Real 2 oyuna onlara 7 gol vurdu. Amma Real da formundaydı da. Formundaydı və s. ola bilər. Amma məsələn, Elçinin ikinci qolda mən bir mənalı günahı Valverde'də görürəm. Bir mənalı. Çünki belə deyək, hücumçu qaçır, sən dayaq yarım müdafiəçi olaraq gəzə-gəzə dalıcan gedirsən və qoyursan onu Asensio'nu üzbəüz. Qaqaş da ki, başına döndüm, Asensio 2 dəfə dönər dalacan göndərdi. Əlində olsaydı bir dalacanda bir sok dalacanda göndərərdi. Ayran gördüm mən Asensio'yu. Ayran sol elədi, Asensio orada uçdu, burada uçdu. Yabırsılıqdır. Hələ ayıbdır. Amma ki, yenə də problem tək orada deyil, yarım müdafiənin dayağında da problem var. Deməli bizdə bir dənə Tchouaméni də hansı ki o komandanın müdafiəsi ilə hücumunu birləşdirə bilir. İndi Tchouaméni olmasa komanda çökür də belə çıxır. O da düzgün bir yanaşma deyil, çünki Tchouaméni əlbəttə yaxşı oyunçudur, gözəl oyunçudur, amma biz gözümüzə də almalıyıq ki, mövsüm uzundur və mövsümdə sən daha çox xal itirmək və oyunçu itirmək şansın var. Oyunçunu itirirsənsə, onu əvəz eləməyi bacarmalı. Sən verilişin qabağında demişdin, əvvəlində təşkil demişdin ki, nə Borumutuq, nə Elçi, məsələn, nə Levante ki, oyunçu olmayan da biz deyək ki, plan oyunçu yoxdur. O düzgün yanaşma deyil. Onu biz ancaq tək-tük oyunçulara deyə bilərik ki, hansı ki,
oyunu belə deyə həll eləyə bilər. Məsələn, Mbappé-ni deyə bilərik, Vinicius-u deyə bilərik ki, məsələn onlar olmayanda deyə bilərik ki, böyük bir itkidir və yaxud da Courtois. Amma durub onu Tchouaméni əvəz edə bilməyəcək oyunçumuz olmamağı çox biabırçı bir haldır. Əslində onu Kamavinga, Valverde eləməlidir. O Kamavinga başqa yönəndə inkişaf edir. Okay. Box to box daha çox. Valverde bacarır. Valverde çox gözəl oyunçudur. Onu hamı çox istəyir də, belə deyək də. Çox yaxşı oyunçudur. Amma ki o momenti nə bilim alınmadı. Bilirsən, Fərman, Valverde ümumiyyətlə hücuma meylli yarım müdafiəçidir. Valverde daha çox belə deyim də müdafiəyə meylli yarım müdafiəçi və yaxud da ki dayaq, yəni müdafiəçini sığortalanmaq belə deyək də xarakterində olan yarım müdafiəçi deyil. Sadəcə olaraq bu adamı məcburiyyətdən, ötən ilin zədələrinin məcburiyyətindən daha çox sağda yoxlamağa başladılar Carvajal'ın mövqeyində. Və ondan sonra yavaş-yavaş futbolçunun xarakterində bəli inkişaf eləməyə başladı müdafiəyə meyillilik. Amma bu o demək deyil ki, Fede Valverde məsəl üçün sırf dayaq mövqeyində də o belə deyək də mükəmməl Valverdeni bizə göstərməlidir. Mənə görə əslində Valverdenin bugünkü belə deyək o üzərində olan əvvəlki belə deyək də ehtirasla oynaya bilməməyinin səbəbi bəlkə də onun mövqeyində, öz mövqeyində o uzun müddət də hətta mən deyərdim öz mövqeyində oynamamaqdır. Doğrudan çox axırıncı belə vaxt çıxır. Razıyam sizdən, amma ki belə bir şey də var ki, hücumçu gedirsə sənin qapıya tərəf, sən yarım müdafiəçisənsə, sən onun dalacaq azından qaçmalısan. Demirəm ki, o deyildi. Kamavinga da itirmişdi mövqeyi. Yox, sırf neçə rakursdan göstərdilər. İkinci qoluna Valverde itirmiş. Keçmədi, qaçmadı. Mən demirəm ki, get al topu. Əlbəttə ki, o bilir. Hə. Azından sən onu belə eləməyinə bəlkə də Asensio o belə eləyə bilməyəcək. Uzaqdan zərbə endirməkdə çətinlik çəkəcəkdir. Ümumilikdə gözlənilən gol XG deyirlər də. 3.50 idi realda. 3.48 dəqiqdirsən. 3.48 idi və qollar var. Əsas o idi ki, 2 qolsuz oyundan sonra komanda qol vura bildi və xarakterində göstərdi. Mən bir dənə narazı olduğum bir şey var ki, orada o da ki, hakim idi. Hansı ki, sən 96-cı dəqiqədə qırmızı göstərirsən, 1 dəqiqə vaxtın ona gedir. 97-58-də sən oyunu bitirirsən. Demirəm Real udacaqdır, demirəm buraxacaqdır. Amma Valiqanın bir daha boşluğudur hakimlərdə. Amma ki, sən hakimlərdə. orada bir şans ola bilərdi. O birdir. Çünki Real tam oturmuşdu Elçin qapısına. Dərhal da qolun vurdu. O xarakterlə qol vurmaq xoşuma gəldi. Sırf o Elçinin 2-2 90 dəqiqəlik nəticədə götürsə, komanda xarakterini göstərir ki, biz udursaq belə 82-də buraxsaq belə qol vurmaq bacarırıq. Amma ki, nəticə İki vacib məqamı qeyd etmək istəyirəm və bu məqamlarla da mən düşünürəm ki, Elçinlə bitirə bilərik. Elçinlə danışılası 2 sadəcə məqam qaldı. İlk öncə Rodrigo'nun starta çıxıb bizi eləməməsi və bu artıq da praktik konkret olaraq. Bir də Vinicius'un epizodu Bellingham'in qolunda. İlk öncə Rodrigo 30 oyun oldu. Anti-rekordları vurur. Deyəsən 3 dənə oyun qalıb ki, Real Madridin tarixində flanqada dəqiqə oynayan oyunçular arasında, yəni normal sayda düzdür, bu mövsüm az oynayıb, amma 30 oyun tək bu mövsüm deyil, keçən mövsümdən davam edir. Artıq 3 oyundan sonra anti-rekorddur. 30 oyun nə qol, nə asist, vəbşi heç də yoxdur. Yox, deyəsə yox. O Vinicius'da idi. Olympiakos'da oyundan qabaq 10 oyun, nə qol, nə asisti var idi. Mən başa düşürəm. Məncə artıq yəni qəbul almalıyıq ki, Rodrigo bu klubu tərk eləməlidir. Rodrigo bəlkə də özü də artıq klubu tərk eləmək niyyətindədir. Çünki yəni hücumda özünə yer tapa bilmir. Vinicius'un hər nə qədər mən belə düşünürəm ki, müqaviləsi böyük ehtimalla Real Madridin istədiyi şərtlərlə yenilənəcəyi mən belə düşünürəm. Vinicius əgər komandada qalsa artıq Rodrigo'nun komandada. Amma Rodrigo'da kimisə ehtiyatı olacaq da. Çünki hal-hazırda Rodrigo'nun yeganə nə qədər hansı belə deyək yaş səviyyəsinə qədər adam ehtiyatda oturmalıdır. Braziliyada start heyət Braziliyada xoşbəxtdir, start heyətdə oynayır, amma hal-hazırda klubda bir sənə funksiyasını daşıyır. Onun yanında Vinicius yaxşı görünsün funksiyası. Bəli, o da ki o çıxarda mən Rodrigo sevər və Vinicius xoşuma gəlmir. İnsan şükür edirəm ki, o da Vinicius çıxdı meydana. O dərəcədə hal-hazırda. Pikdə yəni. Rodrigo sadəcə ömür boyu Nasrani oyuncusu olub. Ona əgər hər şey yaxşıdsa onda o qolunu da vuracaq, oyunu da göstərəcək. 30 oyun prosto biraz çox oldu. Amma ki, keçən ildən bura onu çox belə sıxırlar da. Keçən il çox yaxşı oyun göstərmirdi.
bu ildəki ehtiyata düşməyi və ortada bir söhbətdə ki, sağda oynamaq istəmir, solda istəyir və s. Məncə ona təzyiq çox böyükdür. Təzyiq olduğundan da, amma elə bir oyunçular, sən əgər Real Madriddə oynayırsansa, sən hər bir təzyiqə dözməlisən. Sözsüz ki, əlbəttə ki. İkili hücum xətti oynayırıq hazırda. İkili hücum xəttində də indi açıq danışmaq lazımdır ki, hazırda Rodrigo'ya yeri yoxdur da. Bu özü də bunu gözəl bilir. Özəlliklə də yenə deyirəm, altından xətt çəkə-çəkə. Əgər müqavilə yenilənsə ki, böyük ehtimalla yenilənəcək, mən gözləyirəm yaxın həftələrdə müqavilənin təzədən qızışma məsələsini. Yenilənəcək böyük ehtimalla və yəqin ki, klubun belə deyək də kriteriyaları daxilində yenilənəcək müqavilə. Rodrigo da yəqin ki, qış transfer pəncərəsində artıq nəsə eşitmək olar. Yayda da böyük ehtimalla klubu belə deyək, bir sözlə də Rodrigo'nun bağlı ki, Rodrigo çox sağ ol deyək ki, sağ ol da qardaş. Neçənci ilə qədər, neçənci ilə qədər? O 27-28. O da hətta deyəsən Vinicius o tərəfdədir. 1 il 2 il. Əlbəttə ki, Rodrigo da o vəziyyətdə deyil ki, nəsə özündə kriteriya qoysun, müqavilənin danışığında. Baxaq görək, tələsir. O çox tələsir. Çünki çox narahatdır. Mən bir azərkeş olaraq onu görən, başa düşürəm, amma mən açıq bunu demirəm ona görə ki, Rodrigo getməlidir. Yəni mən istəyirəm ki, getsin. Özümə görə yox, kluba görə yox, özünə görə istəyirəm. Özünə görə. O nə qədər o düzdür deyir ki, mən hətta o deyir mən həmişə axıra kimi Real Madrid, axıra kimi Madridista və buna görə mən ancaq ona təşəkkür edə bilərəm. Amma bu qardaş get parla da. Mən istəyirəm ki, o parlasın. O bu da layiq oyunçudur. Amma mənə bizə, bütün madridistalara möhtəşəm məqamlar bəxş etdi. Bəli. Chelsea ilə 3-1-də qol. Çempionlar Liqası kubokundan tutmağa. Da əlbəttə ki. Manchester City oyunu. Manchester City oyunu Chelsea ilə o pas, Trivela pasından sonra Modric o komandanı qurtardı. 2 dəfə komandanı qurtardı konkret olaraq. Elə bu ikisini biz yadımızda düşdüyümüzdür. Atletico-dan da getdi 7-8 oyunçu vurdu, kubokda növbəti mərhələyə keçdi. Çox momentlər var. Əslində Rodrigo'nun momenti çoxdur, amma Galatasaray ilk xetrik eləmişdi 19 yaşında, 18 yaşında. Məqamlar çoxdur, amma baxaq görə Rodrigo ilə bağlı biz çalışacağıq sizə məlumat verək. Bu arada bütün məlumatları həm Instagramda, həm Telegramda əldə edə bilərsiniz. Bir sosial şəbəkə linkləri aşağıdadır. Və məqam Vinicius'un epizodu. Deməli, Jude Bellingham gol vuranda Vinicius'un ayağı dəydi Iñaki Peña, yəni Elçinin qapısı sifətinə. Bu arada Iñaki Peña möhtəşəm oyun keçdi. 7-8-dən seyv elədi. Bizdə də var axı o qapısı qəhrəman eləmək lazımdır da. Bizdə sağ olsun Mbappe 3-4 dəfə sifətinə vurdu. Belə məqamlar. Amma o sifətlər başqa, bu sifət vacib məqamdır. Çünki Vinicius ayağı dəydi Iñaki Peña'nın üzünə, başladı qan axmağa, amma Iñaki Peña oyunu davam etdirdi və buna əsasən hakim oyunu davam etdirdi. Hakim səhvidir yoxsa yox, belə deyim. Mənim fikrim ondan ibarətdir ki, mən biraz köhnələrdənəm, nə mənada. Qardaş, hər əl rukadır, Pejatdan başqa. Yəni əl bədənə sıxılmadan savayı. Qalan hamısı əldir mənə görə. Burada da kontakt oldu, qardaş, qutardı getdi də. Bu cərimədir. Müasir qaydaları ilə soxdular ortaya ki, belə oldu. Məncə bu açıq sizə deyim, hətta müasir qaydalara əsasən bu hakim səhvidir mənə görə. Çünki düzü başa düşürəm, Iñaki Peña biraz orada hakimi çaşdıran əslində Peña oldu. Özünü zibilə saldı. Orada dayanıb ölsəydi, necə ayıbdan pisəm. Hakim oyunu davam etdirməzdi. O başladı refleks eləməyə, seyv eləməyə. Atletico ilə səhv salırsan. Yox, yəni sözüm canlı ibarətdir ki, oyundan sonra çıxdı dedi ki, çox qısqaca maraqlı epizod oldu. Dedi ki, bu foul deyil, oyun epizodudur və oyun davam etməli idi. Qapçı özü deyir. 5 bu flash intervyuda oldu da. Sonra mətbuat konfransında baş məşqçilər deyir ki, qırış foulda oyun dayanmalı idi. 5 dəqiqə sonra təzədən gələn qapçı press konfransında deyir ki, mən baxdım, fouldu. Yəni sən özün o epizodu elə bir yaşamamışsan. Yəni istisna olsun deyə elə belə bir tema elədi. Çünki fiyasko söhbət qapçı deyir ki, foul deyir qardaş. Orada özünü öldürür ki, fouldu. Amma mənə görə fouldur. Sizin bu vaxtda deyəcəyiniz bir söz varsa deyin. Fouldur. Mən qayda pozuntusudur. Amma əlbəttə ki, biz burada demirik ki, kontakt varsa qayda pozuntusudur. Mən onu foul görmürəm. Niyə görə? Hər kontaktda foul da saxlamazlar da. Qarşı bordusun da elə. Açılsın da burnu da. Belə moment olur ki, moment olur ki, sən kimisə burnunu qırırsan da futbolda. Amma ki o bilərəkdən və yaxud da ki istədən bu ikisi də topa getdi. Rüzgar Şaxtyor yadındadır. Kəllə ilə qol vurdu, qoldur. Heç də yoxdur, amma başı qanadı, partladı. Məsələn, bu keçən yoxsa inşi Valensiya oyunçunun ayağı qırıldı. Yıxıldı, Xavi yıxıldı. Çaminion belə eləmədi ki, o elə alındı da, indi yıxıldı üstünə. Bu da qaçırdı topa, ikisi də belə deyir, topa gedirdi. Topa bir yadımda deyil hansı çatdı, çatmadı. Vinicius dayandı.
Düzdür? İndi amma enerji ilə insan dayana Aynen, bilmir. əlbəttə İndi ki, fizika, bu tamam. ayağın belə deyək də aşağı hissəsi ilə vurmadı da, dizdən biraz aşağı dəydi. Bəli, ağrı şeydir, sındı, qanadı və s. amma mənim üçün fol deyil. Ona görə də fol saxla, hər şeyi görüb fol saxlamaq olmaz. Futboldur. Belə deyə bu doğru dildə deyəcəm, mən yenə deyəcəm, sən kəsib onu qoyacaqsan, bu kişi oyunu deyə qardaş. Biz bura baletə çıxmamışıq ki, ay sən məni dəydin, mən yıxıldım elə. Oyunu oyna. O qədər momentlər olur ki, kimisə vururlar, dəyirlər, yıxılırlar, ştrafnoyda olsun da. Ya bu prizmadan yanaşıqsa sənə razıyam. Yəni bu prizmadan razıyam. Amma o foul oldu, olmadı. La foul oldu, oyun dayandı, cərimə oldu. O demək deyil ki, Real ikinci gol vurmayacaqdı. Yəni bunu qeyri-adekvatlar deyə bilər ki, qaqa ikinci qolu saydılar, uzacaqdı. Kim bilir, 78-ci ya 80-ci dəqiqə idi. 10 dəqiqə elə vardı üstə. 90-cı dəqiqə olsun. Məsələ odur ki, 4 dənə sudya ona baxıb foul vermədi, söhbəti bağlayaq da. Məsələn, hərdən bizim lehimizə olur, hərdən əleyhimizə də. İndi məsələ olsun da Barcelona qırmızısından ki yaxşı idi. O biabırçı qırmızısından. mən açığı yenə deyirəm, mən demişəm Barcelona keçdiyini. Yenə qardaş, onsuz da udacaqlar oyunu. Sadəcə o qırmızı deyildi də. Özü ki, hücum yerində, nə bilim mən söz. Bu arada udacaqlar demişkən, yenə xalatır deyik. El Clasico'dan sonra artıq ikinci xalatır mənimizdə yenə yetişədi və Barcelona artıq 5 xaldan 1 xala indirdi. Fərqi biabırçılıqdır. El Clasico'da belə dominant qələbə qazanıb gəlib belə bir itirəsən öz plus 5-i çox maraqlı. Hansı oyunlarda? Kakoy, o iki komanda çox belə dirəşən komanda. Dirəşən komanda olsa belə də indi ad söhbəti var. Status var. O çempion, əsas o çempionski oyunu göstərməkdir. Bir Arsenal keçi var deyə. Hələ qabaqda o süd tur var, hər şey qabaqdadır. Xalatırın əsas o ki, statusdur, o çempionski oyunu göstərməkdir. Çempionski oyunu göstərmir Prizibil. Heç kim göstərmir açıqı. Dedim, oyundan sonra, Elçin oyundan sonra və Olympiakosla oyundan qabaq olan məsələləri danışmaq istəyirik. Bir çox adam bildirdi ki, bir çox mənbə bildirdi ki, komanda nəyi var, problemləri var. Mənbələr dayanmırdı. Mən yadımda deyir ki, biz o qədər xəbər paylaşıq gün ərzində. Hansı oyun olmasın, yəni hansı oyundan sonra yox, prosta ara günlərdə də. Nə qədər xəbər paylaşdıq ki, Telegramı nəzərdə tuturam. Bu oyunçu narazıdır falan oyunçu. Valverde haqqında, mən Valverde haqqında qardaş 5 il işlədim bu Telegramı. 2 dəfə xəbər paylaşmışam. Uşağı doğulanmadı, sonra doğuldu. Bir də getdi bayananın parkovkada döyülüb. Valverde'də heç vaxt heç bir Nidoşda mənfi müsbət, heç vaxt xəbər çıxmır Valverde'dən çox indi heç kimdən danışmır. Nə çox Valverde'dən danışırıq. Hə, şeydir, sır mamili padrugi də yəni də, hə. Yəni mamamın rəfiqəsinin oğlu deyir, bax falan kəsin o könüllün oğlu bax möhtəşəm sən biləcək. Bax Valverde oğlu. Hə, halqın oğlu. Ola bilməz. Ha? Aytan ola bilməz. Ola bilərdi, baxır kimi padrugi, o qədər ola bilər. Məsələ ondan ibarətdir ki, qardaş. Bu Valverde də bu söhbətdə varsa, Valverde narazıdırsa, yəni Valverde haqqında deyirlər ki, məsəl üçün Xəbəlos onu yarım dəfədə görmür. O da deyir ki, xəstəsənsə, mən 8-də mən nəyə götürmüşəm Kroosdan ki, yarım dəfədə oynayım da. Mənim müdafiədə yəni okey dəstəkləyirəm komandanı, amma həmişə yox da. Nə bilim, Endrik narazıdır. Siyahı var ümumiyyətlə, kim narazıdır, kim razıdır. Narazı olanlar. Tüm Braziliyalılar. Vinicius, Valverde, Camavinga, niyəsə Camavinga tez-tez çıxır mina. Zədəli olmayanda. Zədəsinin də səbəbkarı narazıdır ki. Nə bilirsiniz? Narazıdır ki, qaqa, çox az mahnıya qulaq asırlar, çox az rep danışırlar. Daha çox məşqi yox, repə üstünlük vermək lazımdır. Rodrigo okey başa düşdü, Brahim okey. Hətta Brahimin məncə rolu dəyişməyib. Ancelotti'dən Alonso. Elə çıxır ki, bu Brahim də narazıdır hətta. Belə çıxır ki, Xabi Alonso vaxtından əvvəl, yəni Carlo Ancelotti vaxtından razı idi. Rolu dəyişməyib ki, çıxır yenə meydana. Əsas Alaba razıdır. Alaba karşıda döyüş, onun heç siyahıda yoxdur, o keyf edir. Endrik narazıdır, Mendy narazıdır. Mendy də narazıdır, təzə 7 ay oynamırdı adam, nədən narazı ola bilər zədəsindən? Məncə o yalan söhbətlərdir. Sadəcə aranı qızışdırmaq üçün çox gözəl bir şans düşdü. Courtois, Mbappé, Arda Güler, Carreras, Hüseyin isə dəstəkləyir Xabi Alonso. Okeydir, təzə vermədi bu. Başlar şou. Seçirlər öz aralarında. Və mən əslində bir şey demək istədim ki, məqamlar oldu. Olympiakosdan oyundan sonra məqamlar oldu. İstəyirəm elə ona keçək. Axırda da Olympiakos maçını müzakirə edərik. Çünki Olympiakos maçının müzakirə olması əslində bax belə ki, hesab 4-cü idi. Çox da şey yoxdur. Amma bax siz Carlo Ancelotti vaxtında 24-25 mövsümündə komanda açıq istədiyim yəni cırmırdı özünü Alonso, Carlo Ancelotti görə. Başı komanda, başı biraz bizə necə, otduq da bizə biraz bəhs var. Bu atmosferdə idi. Əlbəttə ki, Modric və bəzi oyunçular xaric.
Can qoymurdular komandaya. Elə çıxır ki, Carlo Ancelotti heç müdafiə etmək istəmirlər də rəhbərin qarşısında. Okey də hər kəs başa düşür ki, Xabi Alonso gələcək, amma yerində, yəni Carlo Ancelotti müdafiə eləmək onların ağlında olan bir şey deyildi. Məşqçi dəyişdi, təzə sistem qurdu, təzə bir neçə oyunçu gəldi, müdafiədə problemlər düzəldi. Bəzi problemlər düzəlmədi, amma nəyisə rəhbərlik gördü. Yenə söhbət çıxır ki, bunlar narazıdır. Qardaş, bunlar bəs sığorta verirlər ki, sabah məsəl üçün Xabi Alonso qovsunlar. Kim gəlməlidir? Zidane gəldi, məsələn. Bunlar sığorta, kimsə sığorta verir. Florentino Perez azarkeşlərə, madridistalara, bütün dünyada, General Assambleyada çıxış edir, Baş Assambleyada. Orada söz verə bilər ki, qardaş, bu oyunçular Zidane'ı ziblə salmayacaqlar. Hal-hazırda mən Xabi Alonso müdafiə etmirəm. Sadəcə hər kəsin bu klubda rolu var. Mənim biz azarkeş kimi, Bellingham'ın məsələn üçün bir futbolçu kimi, Alonso məşqçi kimi, Perez prezident kimi hər kəsin rolu var da klub ətrafında. Kimdəsə daha az mənim kimi, kimdəsə daha çox məsələn Florentino Perez kimi. Amma biz bir cəmiyyənin adamlarıyıq da planet üzərində. Qardaş, və mən başa düşürəm ki, o futbolçular öz rolunu görmək istəmir normal olaraq. Çünki nə qədər sədədə döyüşürlər. Olympiakosla oyunda mən gördüm ki, komanda həqiqətən döyüşür. Və oyundan sonra da yəni bu çıxan şayələrə cavab olaraq başda bütün futbolçular, bir neçə futbolçu xaric ya post paylaşdılar. Məsələn, Valverde post paylaşdı ki, qardaş, bizdə media o realdır, bunu başa düşürük. 2-3 oyun heçsə, sonra aləm dağıldı. Liverpool orada 9 oyun uduzur 10 oyunundan. Orada slot hələ saxlayırlar. Burada 2-3 oyun heçsə oldu. Uşaq aləm vurdu, dəydi bir-birinə. Realdır bu. Ən populyar komandadır media. Sadəcə okey də futbolçular müdafiə elədi Xabi Alonso. Dedilər ki, biz burada başqa xəbərlərdə çıxdı. Xabi Alonso bütün oyunçularla danışdı elçilə oyundan sonra. Dedi ki, nə düzəldim, nə məsləhət görürsünüz, siz tərəfdən fikriniz nədir? Oyunçular bu xoşuna gəldi. Demək olar ki, bütün oyunçular deyir ki, qardaş biz məşqçini qorumalıyıq media qarşısında. Vinicius'dan başqa. Vinicius demədi işte. Hə, çox maraqlıdır. Amma Vinicius'un naslayası yaxşıdır. Tak, okey, допустим bu problem əslində yoxdur. Və yaxud допустим 2-3 adam narazıdır. Məsələn, Vinicius narazıdır və 1-2 nəfərdən də narazıdır. Endrick. Bəs axırda olacaq bu oyunçular. Və siz ümumiyyətlə nə fikirləşirsiniz bu haqda? Məşqçi tərəfindəsiniz, yoxsa futbolçular? Mən ümumiyyətlə futbolçuların okey paylaşımları ilə hardasa da göz qabağındadır. Futbolçuların paylaşımı və oyun daxilində belə deyək də, istər qollarda olsun, istər digər epizodlarda, məsələn, Mbappé'nin bir oyunun axırıncı dəqiqələrində Olympiakosun futbolçusu ilə biraz arasında konflikt yarandı. Futbolçular yaxınlaşdı Mbappé'yə tərəf. Məsələn, Real Madridin bizim öz futbolçumuz niyəsə mən yəni son 1 ildə İlyasın belə bir şey görməmişəm. Orada mən çox da görmürəm belə şeyi. Orada da birlik göstərdilər. Yəni hiss olunur ki, daxildə, lokalda aralarında danışıblar ki, məsəl üçün də biraz hardasa nələrisə düzəltmək lazımdır. Zibili çıxır o, zibili çıxır da onu söhbət. O yerə gəlib çatıb. Amma açığı mediada yayılan məlumatlara tam olaraq da etibar eləmirəm. Çünki bu qədər klubun daxilindən, bu qədər arada gedən söhbətlərdən informasiyanın belə sızdırılması mənə biraz inandırıcı gəlmir. Ola bilər, bəli, Xabi Alonso futbolçularla 100% danışıb, aralarında 100% söhbət olub. Prezident danışıb, mən inanıram ki, prezident də yaxınlaşıb, misal üçün Xabi Alonso ilə də danışıb, futbolçularla da danışıb. Var, deyirlər, Perez yaxınlaşıb, oyundan qabaq. Amma bu qədər detallı şəkildə hardasa məlumatlar mənə biraz inandırıcı gəlmir. Amma komandada nələrsə dəyişmək istəyir, ən azından Olympiakosla oyunda. Mən buraxılan 3 golda deyiləm. Nəyə görə? Çünki bizim sırf belə deyək də müdafiəçi, mərkəz müdafiəçi deyə biləcəyimiz bir demək Asensio oyundadır. O da belə də yəni. O da ehtiyat əsasən biz futbolçu hesab edirik də Asensio. Bizə görə məsəl üçün üçlü müdafiə, sizə görə nədir? Mərkəz müdafiəsi. Mənə görə formada olsa Höyson da, Militao da Mendidir indiki halda. Rüdiger qayıtsa, indi görəcəyik Rüdiger necə qayıdır. Rüdiger yaxşı qayıtsa, bəli, Rüdiger, Höyson, Militao mənə görə. Carreras da çıxır mərkəzə. Carreras 3 yox, söhbət 3-5-2-dən gedir. Bunların qabağında hardasa bəli, Carrerasla digər cinaha Carvajal mükəmməl olar. Mən çox istəyirəm ki, futbolçular zədədən qayıtsın. Baxaq kim yaxşıdır, kim yaxşı olanı kim. Bəli, biz ən azından o 5-li müdafiəni, 3-lü müdafiəni mərkəzdə görə biz 2 ilə yaxındır müdafiə görə bilmirik.
Elədir. 2 ildir hardasa il yarımdır da. Biz Hətta 24-cü normal ildə müdafiə görə də biz bilmirik. çempionlar qası qazananda müdafiə ilə bağlı problemlər var idi. Hətta biraz var idi. Nacho Biraz da çox idi. Hətta düz. Nacho biraz bağlayırdı da. Düz var idi. Elə problemlər Nacho vardı. bağlayırdı. Yəni mən 3 qolda deyiləm, yenə dediyim kimi. Komandada atmosfer düzəlməyə doğru gedir. Mən ümid eləyirəm ki, bu belə olar. Ən azı bu son qələbədən sonra ümid eləyirəm belə də olar. Görək. Heç də oyunda açıq döyüşmədilər Fərman. Mən sənə razıyam. O mən Axırda. axırda biraz hədər ki, ayıbdılar. Uduzmaq da ayıbdı 2-2-li, amma əllərində idi bəlkə də 3-2 də eləmək. Amma Olympiakosla oyunda mən açığı mənəvi məqamları çox hiss elədim ki, həqiqətən döyüşürlər. Bu haqda fikirlər nədir Fərman? Məncə sadəcə bu Real Madrid elə bir proyektdə, elə bir klubdur ki, məsələn sən əgər belə deyim, jurnalist olaraq Real Madriddən yazsan, hamı səndən danışacaq. Hamıda fərqi yoxdur da. Çünki o kluba daha çox böyük belə fikir. Abdulun sözünə qüvvət ki, Liverpool son 12 oyunun 9-un yoxsa 10-un uduzub, heç kim ondan danışmır. Danışır belə də, yadlarına düşəndə. Liverpooldur da. Görürsən 9 oyun uduzdu. Amma Real 9 oyunda albadalı uduzdu. Dünya bu dəqiqə dəyişmişdi. 2 məşqçi dəyişmişdi. Dünya dağılmışdı ki, Real Madrid 9 oyun uduzdu və sizin xəbəriniz var. Amma indi normalda baxsaq, ümumilikdə belə sentyabrdan, avqustun axırından götürsək, komanda normaldır. Əvvəldə nəticələrə görə əlbəttə ki. İndi 2 oyun heç-heçə oynadı, 1 oyun məğlub oldu, amma yenə də Çempionlar Liqasında axırıncı oyun udaraq 5-liyə düşdü. Və son 3 oyun deyir ki, Real o 3 oyundan ikisini 100% qazanmalıdır. Amma ki komanda görür ki, Mbappé ilə Vinicius bir-birindən danışmır. Mən də əvvəl yazırdılar. Nəsə araları pisdi və s. Görür ki, gol vururlar, bir yerdə sevinirlər, bir-birinə ötürmələr edirlər və s. Sən dediyin məqamda Mbappé o qaqaş gəldi və Lorodelizi çiyin atdı, getdi. Bellingham də gəldi, bütün oyunçular da gəldi. Komanda bir-birinə yəqin ki, indi oturublar, o hamısını da oxuyurlar da, tək telefon bizdə deyil ki, onlar da baxır ki, bizdən belə yazdılar. İndi çünki Alonso da oyundan sonra bildirdi ki, danışıqlar olub. Hə, mən danışmışam dedi Danışmışam və yazdılar ki, prezident də danışıb, hamısı danışıb. Komanda görsən ki, birləşmək istəyir və birləşəcək də. Sadəcə Ancelotti rahatçılığından sonra bunlar sırf gördülər ki, Lorodillə beləcə general bir məşqçi gördülər ki, hansı ki, hər şey qayda-qanunu sevir. Biraz sanki Xabi Alonso da axı o şeyi saldı aşağı. Mən onu hiss edirəm. O təzə gələndə və yaxud da son bu 1 ay bundan əvvəlki belə deyək, futbolçularla hətta belə bir məlumatlar deyir, hər nə qədər yenə deyirəm. Mən bütün məlumatlara inanmıram. Biz paylaşsaq, yazsaq, bir məlumatı 10 mənbə paylaşırsa, artıq deməli burada nəsə var ki, paylaşırlar. Futbolçular Xabi Alonsonun biraz soyuq yanaşmasından şikayətlənirdilər. Məsələn, futbolçularla daha az kontaktda girirdi, daha çox idman tələb edirdi, daha az belə deyək, şəxsi münasibətləri vardı futbolçuların. Mənə elə gəlir ki, bunlar da hardasa Xabi Alonso daha çox yaxınlaşıb son həftələrdə futbolçulara, daha çox belə deyək, Loro dillə desək, böyüksülük eləməyə başlayıb futbolçuların üzərində və bu da öz təsirini məncə yavaş-yavaş göstərməyə başlayır. Alonso belə baxan baş məşqçidir, bir söz yoxdur, amma Alonso cavandır. Ümumilikdə belə məşqçi kimi cavandır və əlbəttə ki, Alonso bütün karyerasının boyu hörmətimiz böyükdür. Realın özündə də çox yaxşı, amma nə qədər olsa da məsələn o Guardiola deyil, Zidane deyil, hələ ki. İndi bəlkə də 3 ildən, 5 ildən sonra o elə bir məşqçi olacaq ki, bunların ikisinin yanında heç kim danışmayacaq. Deyəcək ki, Alonso. Amma yenə də görürsən ki, komanda düzəlməyə bir olmağına addım atdı və Vinicius'un dünənki oyunu, qoldan sonra sevinci göstərir ki, Vinicius'da da problem yoxdur. Mən bu Vinicius'u hər oyun görmək istəyirəm. Və bu belə oynasın, heç nə olmaz. Qolun vurmadı. İndi olur da oyundur da, alınmadı. İndi qol hamıya nəsib olmur da hər oyunda. Qolun vurmadı. Vurmasın, problem yoxdur. Oyun göstərsin, can atsın. Ondan sonra desək ki 30 milyon verir, demə halallığıdır. Mən əlbəttə ki, istəyirəm, amma zəng vurub da tapşıra bilərəm. Sadəcə Vinicius'u hər oyun belə oynamaq üçün gərək hər biz rəqibimizin baş məşqçisi Mendilibar olsun. Okey, gəl bu məqamları danışdıq, biraz oyun haqqında danışaq. Mənəvi məqalar. Mən də eşitmişəm, mənbələr də yazır ki, Placido Perez də Xabi Alonso'ya yaxınlaşıb və deyib ki, mən sən yanındayım.
Kimi istər çıxardaq klubdan. Biraz Guardiola məsələsi yadıma düşür. Yadınızda Guardiola təsə gələndə gənci idi. O yerinə mən inanmıram. Aha. Hə, dedi ki, Deco çıxardaq. Nə bilim, Ronaldinho çıxardaq. Jobot dedi, bunlar xəstələr də, bunlar daşıyırlar komandanı. Komanda başqa futbol oynadı. İndi bu xəbər olsun da aslında, görək nə edəcək. Vladimir Perezdən şəxsən mən heç də gözləmirəm. Amma oyun Olympiakos Real Madrid ilk öncə ona başlayaq ki, bizim müdafiə xəttimiz Mendy qayıtdı 7 aydan sonra narazı Mendy elə çıxır ki, indi mənbələr demiş ki, bəlkə Mendy'yə soruşdu ki, mən xəbərim yoxdur. Mən televizor açmıram. Mendy uşaq oxşamır. Mendy heç vaxt heç nə. Kayfındadır, fecidə 2019-20'dən gələndən bəri məncə o bir dənə səsi də çıxır yetirdə. Heç onun səsini eşitsəm bilmərəm. Vallahi mən bir də əziyyətlər çəkirəm bunu al günü olanda. Hə bir də şəkil də yoxdur normal ya. Bir söz deyim, bu adam da 7-8 aydır sən oynamır. Mən bu adama bir pis söz deyə bilməmişəm. Elə podkast heç ağlımıza gəlməyib onun haqqında. Amma Allah Yox, fərq bilirsən nədədir? Mendy maaşı da qoyur. Mendy o 7-8 oynamadı, razıyam, zədələndi. Amma ondan əvvəl elədikləri də az olmuyor. Həmin o Rodrigo City məsələsində o boş qapını da o çıxartmışdı. Poposu da çıxartdı. Yox, yəni deyəcək, hər dəfə deyirəm Poposu da çıxarır, hər dəfə fərqləməli gəlir. Amma o Popo da orada Popo da işini gördü. Carreras mərkəz müdafiədən çıxdı, Asensio birlikdə, Trent sağda oynadı. Yarım müdafiədə çox maraqlı yarım müdafiə oldu. 3 dənə boks-to-boks, daha doğrusu desək 2 dənə boks-to-boks, bir dənə dayaq, Tchouaméni ortada idi, dayaqda idi və Camavinga, Valverde. Valverde yarım müdafiədə, Nick Arda burada da göstərilir ki 4-3-3-dür, amma Arda əslində olan üstündə idi. Qabaqda da ki forward, Vinicius Junior və Kylian Mbappé ilk 20 dəqiqə biabırçılıq idi. Açıq desək də. Çünki Mendy-bar açdı baxdı. Mən belə başa düşdüm. Mendy-bar açdı baxdı bunların müdafiəsinə. Dedi ki, qardaş, pressing eləyək. Bu arada Olympiakos 40 oyun uduzmurdu öz meydanında. Avrokubok, Yunanistan çempionatı. Düzdür, başa düşək Yunanistan çempionatı, amma gəlir də Panathinaikos gəlir səfərə, Avropada komandalar gəlir səfərə. 2024-cü ilin martından ki uduzmur bu. Və dedi ki, amma basın bütün oyuncular at kimi də qaçır, basmamısı pressingə. Biri var flick kimi pressing eləyəsən, xətti qaldırasın. Bir də var ki, bütün komandanı qaldırasan. Bunlar bir hardaydılar müdafiəçilər. Mərkəzdə o yarım dairəsi var, Real'a aid olan. Oradaydı müdafiəçi. Mən baxıram oyuna, deyirəm, bu Mbappé ilə Vinicius da oynayacaqlar ki, orada 78 sot torpaq var. 20 dəqiqə sonra ayrıldılar. 20 dəqiqə sonra torpaq. Başladı ötürmələr. Birinci ötürmələr yarım deyil ki, verdi. Vinicius Trivella ilə verdi ötürmələr. Ona qaç keyf elə. Mbappé getdi birinci qol vurdu. Sonra Arda Güler ötürmələrdi. Mbappé ikinci qol vurdu. 7 dəqiqə baş tutan şeylərdi. Düzdür, Olympiakos da Arda qol vurdu. Sadəcə gəlib elə qayıtdılar ki, Olympiakosun qolunu heç qarşı bir dəqiqə qarşı vecdəydi. O qol vuran vecdəydi. O da 30-cu dəqiqədə zədələnib çıxdı, bastı bayrağı. Amma öz işini gördü həyatında, yəni. Həyat missiyasını gördü də. Qardaş, mən də belə baxıram, Allah birinci var. Başa düşürəm pressing. Həqiqətən 20 dəqiqə bizi sıxırdılar, brat. Mən yazdım hətta o Telegramda ki, qardaş, onlar da mənim aramda fərq olan ibarətdir ki, mən buradan baxıram oyuna, onlar oradan baxırlar. Amma sonra prosto hər dəfə də Mendy-bar olmur da. Mendy-bar otursaydı Rayo kimi, hansı ki Rayo da belə oynayır, amma oturdu. Elçi kimi arxada otursaydı, o 4-3 olardı mı? Yaxşı belə deyim, qələbə olardı mı? Qələbə olardı. Qələbə olardı, amma olardı da Elçidə oyunda olardı da. Rayoda oyunda olardı. Ya indi oyuna fərq var da. Oyundan oyuna həm fərq var, həm də ki mən də açıqdım elə səndən aramızda gedən söhbətdə də bildirdik ki, yəni mən başa düşə bilmirdim ki, sadəcə açıq futbol sən Real Madridlə hansı cürətlə nəyə əsaslanaraq sən Real Madridlə açıq futbola çıxmısan. Həqiqət 90 dəqiqə açıq futbol oynadı. Adam 1 dəqiqə olsun gerini düşünmədi, müdafiə xəttini düşünmədi. Bunun müqabilində əslində o 3 qol gəldi. Bunu o 3 gol gəldi, amma yenə də Real yenə vuracaqdı. Real vura son o dəqiqədə oturdular biraz. Oturdular yox, belə də frazalarla. 4 vurmayacaqdı, bəlkə 2 vuracaqdı, amma 2 buraxmayacaqdı. Əgər Olympiakosun üzr istəyirəm, o dominant belə deyək də olmağa çalışan oyun Mendy-barın yaxşı hərəkətlər oldu. El Kabi'də qabağa çəkdi, sonra Tələbini buraxdı. Gördü ki, Raul Asensio da əvəzləyib. Deməli, ikinci mərtəbədə Real çox zəif olacaq. Kimdir o ikinci mərtəbədə oynayan? Trent yoxsa Carreras? Mənə maraqlıdır. Niyə əvəzləndi? Mən bu gün məlumat tapmadım. Asensio dedim, bəlkə Asensio zədələnib, bir ağrı hiss edib. Babası rəhmətə gedib belə 60 dəqiqə oynaya bilər, 50 dəqiqə oynaya bilirdi. Elə nəsə məsələlər var, gənc oyunçudur, amma mən Real az keçdəndim. 21 yaşı, 22 yaşı. Bildimi? 20-21 yaşında birdən sistemə bax 55-ci dəqiqədə babası yadına düşmür də. Hər halda indi başa düşdüm sən nə demək istəyirsən. Kanalı bağlayacaqlar. Amma psixoloji olaraq o əvəzlənməlidir bəlkə də. Niyə görə?
4-2-də bütün stadion başladı Realı sıxmağa və komanda çox irəli atırdı. Mendilibar da belə deyirik ki, Barcelona oyunu yaddan çıxartdı. 6-1 qutardı. Qırmızı oldu da, özü haqsız Yox, qırmızı. yox, indi haqsız haqlı qoyuram o yenə də deyirəm o tərəfə. Demək istəyirəm 10 nəfərdən qalaraq bunlar yenə də hücum oynadı. Ha, da hücum oynadılar. İbrahim niyə yaxşı onda? Kim? Niyə İbrahim? İbrahim Endrik yox. biraz top saxlamaq üçün də. Endrik lazım deyildi ona. Ona lazım idi top saxlamaq üçün. Top bitirirdi. Top bitirirdi. Real o belə də 70-dən sonra Real topunu Yarım müdafiə çox biabırçı idi Çox ilk pis 20 dəqiqədə. Mən belə baxdım xəttlərə. Müdafiə yerindədir, hücum yerindədir. Yan müdafiə heç bir yerdə deyillər. Amma Amma bir dənə müdafiəçin var, onu da çıxartdım. Yox, sadəcə Bir mən dənə Realı müdafiəçi. pisləmək istəmirəm bu gün. Çünki mən də istəmirəm. Mən də istəmirəm. Olympiakos 3 oyuna görə. oyundan sonra, 3 oyundan sonra komanda əsas qələbə idi. Fərqi yox idi 1-0, 19, 6-5 əsas qələbə idi. Qələbə idi, 100%. Çünki komanda qələbə ilə ruhlanacaqdı. Növbəti oyunlar da var. Özdə səhv eləmirəmsə Girona'dır, Bilbao'dur. Girona'dır, Bilbao'dur Bilbao'dur, hətta sonra City'dir. arası. Yox, Celta Vigo sonra City'dir. 3 Çətindir. oyun olacaq və biz götürsək ki, öz belə La Liqada 3 dənə səfər oyunumuz var. 3 dənə, o da çox bir çətin proses. 2 qaldı. 2 qaldı. Girona da Bilbao, amma bir Girona da Bilbao. Girona Bilbao komandanın pisləmə. Mən Mendidən qorxurdum ki, yenə zədələnər və yaxud da ki, oyun pis keçir, amma çox qəşəng də oyun keçirdi Mendi. Mendi sırf müdafiədə yenə də təkrarlanacağam ki, Carreras'dan güclüdür. Sırf müdafiədə. Mənə sadəcə çatmır ki, bu Real azarkeşləri dünən nə gözləyirdi Realdan? 3-0, 3-1 gözləyirdilər. Bu müdafiə ilə hara sən quru oyun keçirdirsən? Lunin qapıda da okey, Lunin də belə problem görmədim də, ehtiyatlı qapısı çıxmalı. İşini görməli idi, işini də gördü. Qardaş, Carrasco gedəndən sonra çöhəmli müdafiə girir. Ki, Fran Garcia çıxır ki, müdafiə gücləndirsin, qardaş. Sən bu komandada nə istə? Bu komandanın əsl gücü dünən hücumu idi, yeganə gücü. Və o öz gücünə istifadə elədi. Bütün dünya göstərdi, qardaş, mənə məsafə ver, mən edəcəm. Mələkli də 4-3 qələbə, 15 xal, necə istəyirsən, 3 oyun qalıb mənə qabaqda, 4 xalda yığılsa biz garanti edirik 8-liyi. Olympiakos isə maraqlı oyuna görə alacağımız sağləsi. Bizim hücum xəttimiz bilsiz nəyə oxşaydı? Mən dünən uzun müddət sonra 2013, 14, 15, 16, 17 mövsümlərindəki o La Liqada bəzi oyunlarımız olurdu. Özəlliklə Çempionlar Liqasında demişəm, La Liqada bəzi oyunlarımız oldu ki, o kontra atakaya çıxanda, əks hücuma çıxanda sürət misal üçün da o soldan keçid misal üçün Ronaldo'nun soldan keçidləri, içəri girişləri, zərbələr, qollar mən niyəsə bilmirəm məni o dövrə apardı. Bir Formada göydü. 10 il bundan əvvəlki Qalatasaray da səviyyədə oynayırdı 6-1 utdu. Elə bir şey idi. İndiki futbol da artıq o futbol deyil də. Futbol çox dəyişib. Epizodik göstərin mənə bizə bütün məsələləri. Okey, siz şərhlərdə yazın fikirlərinizi Elçi ilə bağlı, Olympiakosla bağlı. Əsas yazın ki, komanda daxili problemlər haqqında fikirləriniz nədir? Komanda günahkardır, Perez günahkardır, Alonso, bəlkə biz günahkarıq var ki, bunu üçümüz oturmuşuq, boş-boş danışırıq. Hər şey ola bilər. Bir də son olaraq bir şey də bildirim. Mən artıq deməli Xabi Alonso'dan biz bir addım gördük oyundan sonra. Mbappe'dən də o addımı gördük. Ən azından komandanın birliyi ilə bağlı. Mən artıq Vinicius'dan o addımı Vinicius'dan da gözləyirəm. Çünki bu qədər açıqlamaların belə deyək, hər şeyin əslində ortasında, fonda Vinicius görünür hazırda. Çünki bütün problemlərin məğzində hardansa fırladıb, marşrut tapıb Vinicius'a gəlib bir yol çıxır. Burada artıq Vinicius'un da məncə üstünə o peşəkarlıq düşür. Vinicius ən azından media üçün daxildə hələ də bəzi problemlər qalsa belə media üçün ən azından bu açıqlamalardan artıq yavaş-yavaş verməlidir. Ən azından sosial şəbəkədə belə bir paylaşımlar etməlidir. Baha görək. Biz isə keçək sizin üçün, əslində bizim üçün də əsas məqamların birinə. Real Madrid halal. Gəlin keçən buraxılışdan şərhləri oxuyaq və onlara cavablandırmağa çalışaq. Deməli ilk Avero 722. Qırsaydınız bir-birinizi dayayacağımızı qurtarardı. İndi biz nətər eləyək? Komanda kimi açıqlama verək. Yox, məncə sizə deyirdi, mən demirdim. Qətiyyət. Məncə keçən buraxılışda heç aqressiv olmayan Fərman idi. Biz aqressiv idi. Fərman Mırta oturmuşdu burada. Mənim səsim çıxmır. Yəni ki, hörmətli Əslində mən podkastda təkrar izləyəndə gördüm ki, bütün belə deyək, məsələlərin elə başında Abdul dayanırdı. Məncə. Təzədəndən söhbəti Abdul açdı. Bütün məsələlər də ondan sonra başladı.
Məncə Abdul qıraq ikimiz oturarıq. Məncə siz düz deyirsiniz, səhv deyirsiniz bilmirəm, amma Avero 722 bizim cavabımızı bəyəndi, eşq olsun. Gəlin keçək növbəti şərhə. Bizim daimi izləyicimiz hər dəfə bizi Telegramda yazır ki, qardaş, bir dənə mən axşam evə gəlib kimsə yuvarlayıb atçot verir ki, qardaş, narahat ol bil, mən bir də evə qayıdıb, yemək yeyib, ona baxacam. Zar, öpürük bir səni, Zar, Allah səni Zar. Sənin kimi bir 700 dənə patpişik, partlat geçsin də. Zar yazıb, bu dəfə qısa, adətən uzun yazır. Real Madrid nə etmək istəyir, heç özü də bilmir. Olanda yalnız azarkeşlərə olur. Oyun anlayışı yoxdur. Kimin hansı peşəyə qulluq etdiyi bilinmir. Haqqında yazmaq üçün gözəl bir şey yoxdur. Əməyinizə sağlıq olsun. Gör vəziyyətli ki, klubda Zaura belə nəsə yazmağa imkan vermirlər. Zaurun da belə istəyi yoxdur nəsə yazmağa. Başınız batsın. Yaxşı, özünü itirdin. Bunu sonra Reelsa qoyaraq ki, Abdul Realın bayrağını yerə. Keçən əvvəlki şəkil kimi. Nə şəkil? Telegramda paylaşırsan. Hə. İki postdan bir. Yaxşı olacaq. Uşaqlar, əsas məqam odur ki, dediyim kimi, bütün məqamları şərhlərdə qeyd edin. Elçinin oyun, Olympiakosla oyunu haqqında fikirləriniz, komandanın daxili mənəvi problemləri, səbəbkarı kimdir? Və əlbəttə ki, bizim sosial şəbəkələrimizin linki var, onlara abunə olun. Əsas odur ki, izləmədə qalın. Çox sağ olun. Hala Madrid. Hala Madrid.